İnkarı inkar etmək məsələsi var. Məsəl üçün, girsən mağazinə, yaxın qonşu gəlir, məsəl üçün, yaydır da, gəlir, piva alır. Ona məsəl üçün, ondan çəkindirmək olar, demək olar ki, məsəl üçün, bunu eləmə, belə bir şey. Yəni, münkarı inkar etmək o elə deməkdir. Yəni. Münkəri inkar etməyi Muhammed sallallahu aleyhi və səlləm izah edib bir hədisində bizə. Mərhələsi necədir? Hansı hallarda münkəri necə izah edirsən? Ən birincisi, münkər əllə inkar olunur. Əgər sən salahiyyət sahibisənsə o yerdə ki, münkər olunur. Ümumi cavab verəcəm, tətbiq edin məsələyə. Əgər sən gördüyün münkərə müdaxilə əllə etməyə, mane olmağa, salahiyyətin çatırsa həmən yerdə, əgər başqa fitnələr qopmayacaqsa və s. və s. və sözün keçən bir yerdirsə, o zaman əlinlə mane olursan. Əlinlə mane olursan. Məsələn, insan övladı bir günah eləyəndə o əli ilə ona mane ola bilir. Evindədir, evində də salahiyyət sahibidir. Sonra Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, فَاِلَّمْ يَسْتَطِعْ Əgər bir gücünüz çatmasa əllə mane olmağa, onda dillə. Fəbilisə, onda dillə. Dilinlə inkar edirsən, dilinlə başa salırsan, moizə verirsən. İzah edirsən ona günahını, onun cəzasını, o münkər əməli. Əgər buna da gücün çatmasa, üçüncü və sonuncu mərhələ də qəlbdir. Qəlblə həmən münkəri inkar edirsən, qəlbində o münkəri inkar edirsən. Sonra hədisin sonunda Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, وَذَٰلِكَ أَضَعَفُ الْإِيمَانِ Bu da imanın ən aşağı mərhələsidir. Əlinlə mane ola bilmədin münkərə, dilinlə mane ola bilmədin, qəlbinlə inkar eləməlisən o münkəri. Əgər bu da olmazsa, çünki Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, ذَٰلِكَ أَضَعَفُ الْإِيمَانِ İmanın ən zəif təbəqəsi budur. Əgər bu da yoxdursa, buradan o tərəfə təbii ki, iman var, amma zəif imandır, naqis imandır. Bu cür. Baxmaq lazım. Səlahiyyət varsa əllə, yoxdursa dillə, ona da gücün çatmasa qəlbinlə inkar edirsən. Allah bilir doğrusu.